Ermənistanda ən çox sülh tərəfdarı kimi bizim təqdim elədik, dırnaq arasında deyim mən. Təqdim eləyə biləcəyimiz adamlardan biri o Levon Ter-Petrosyanın müşaviri var. Gerard Libardiya. Bu Vəfa Quluzadə ilə bizlə rəhmətli ilə əlaqələri filanları da vardı. O Qarabağ münaqişəsinin tarixi ilə bağlı bir kitabı var. Son 100 ildə ermənilərin Qarabağı əldə eləmək üçün apardıqları mübarizənin xronologiyasını yazıbdır. İngilis dilində də o kitab. Mən Kanadada çap elətdiribdir. Məndə var o kitabın elektron versiyası. Mən indi o kitabı həm də oxuyanda özümüzə də yazığım gəldi ki, biz Azərbaycanlılara ki, biz demək Sovet İttifaqında beynəlmillətçilikdə, qardaşlıqda danışdığımız dövrlərdə yazıq nənələrimiz, babalarımız belə. Bunlar Qarabağla bağlı əməlli başlı sistemləşdirilmiş iş aparıblar. Bunu da yazan adam Ermənistanda ən çox belə deyək də sülhdən danışan adam. Ən liberal adamdır. Yəni Erməni siyasəti. Ən liberal adam orada. Demək ki, o Ermənistanın indiki konstitusiyasında bunu nə vaxt qəbul ediblər? 90-cı illərin əvvəllərində qəbul ediblər. Siz bu günləri əgər Ermənistan siyasi establishmentinin və diasporasının belə deyək də bir xəritəsini çəkəsi olsanız, orada bir azacıq belə bir gəzişmə eləyib, bir təhlil aparası olsanız, görərsiniz ki, siz oradakı Paşinyanın özündən başqa bütün demək Ermənistan və erməni dünyasında gedən debatların hamısı Qarabağın qaytarılması demək ideyasıdır. Yəni hamısının gündəliyində o ideya dayanır. Bunu formal olaraq hansısa bir rəsmi sənədə daxil etməmək heç nəyi dəyişmir. Demək ki, Paşinyandan sonra və Paşinyanın hətta özü üçün də bunun gündəlikdən çıxdığını demək olmaz. Paşinyan da bunu təhdid altında, qorxu altında deyil. Yəni bu günləri Azərbaycandan hərbi müdaxilə ehtimalı var, Azərbaycandan ciddi siyasi təzyiqlər var, Türkiyədən təzyiqlər var. Bunun təsiri altında Paşinyan da deyil. Yəni Paşinyan da bunu qəlbindən gəldiyinə görə, tamamilə buna ideyaya inandığına görə yox. Deyir ki, biz təhdidlərdən yayınmaq üçün sülhə getməliyik, konstitusiyanı dəyişməliyik. Yəni sabahlar onlar görsə ki, Azərbaycan və Türkiyə azacıq büdürüyübdür, siz həmin vaxt bu Paşinyanın necə bir yenidən bu Qarabağ sevdalısı olduğunu görəcəksiniz. Yəni bu baxımdan Azərbaycanın da tamamən belə onun üzərinə köklənməyi ki, bir konstitusiya dəyişsin, biz ondan sonra sülh müqaviləsi imzalayaq yanaşması özünə aldanışdır. Yəqin ki, arxasında bir yəni əsaslandırılmış bir siyasət var da. Yəni o qədər də yəni sırf texniki məsələdən asılı deyil. Varsa da, yoxdursa da indi hər halda onu da deyə bilməzlər. Başa düşürəm ki, taktik baxımdan doğru deyil. Amma bütün hallarda yəni ki, Ermənistan üçün, yəni bu Qarabağ münaqişəsinin belə dayanıqlı sülhlə başa çatması üçün real olaraq bu Ermənistanın demək bu Zəngəzur dəhlizini açmaqsıdır. Yəni o elə bir Zəngəzur dəhlizi bu baxımdan, yəni Zəngəzur dəhlizi eləcə təkcə Naxçıvanla Azərbaycan arasındakı kommunikasiya deyil. Bu strateji bir təhlükəsizlik sətridir, qarantiyasıdır ki, o dəhliz açılası olsa və Ermənistan oranın üzərində suverenliyini itirəsi olsa, yəni sərbəst hərəkət olası olsa, gömrük sərhəd yoxlaması olmadan o hərəkət olası olsa, orada artıq o demək ki, Ermənistanın bir hissəsində artıq özünün belə deyək, suverenliyi itirilmiş olur. Və sabahları bunlar Qarabağ müharibəsi, Qarabağ davasını yenidən açmağa girişsələr, təbii ki, birinci onlar Zəngəzurdan başlayacaqlar. Və bu Azərbaycana imkan verəcək ki, ermənilərlə ilk toqquşmanı məhz Ermənistan ərazisində həyata keçirsin. Zəngəzurda həyata keçirsin. Tutaq ki, sabahları Ermənistan o dəhlizi bağlayıb və yaxud da ki, ora gömrük və sərhəd nəzarəti qoyası olsa, Azərbaycana legitim imkan əsas verəcək ki, və Türkiyə legitim əsaslar verəcək ki, Ermənistanla bütün sərhədlər əvvəlki qaydada bağlansın. Artıq da ehtiyac yoxdur ki, 90-cı illərdə bunu eləmişlər, Türkiyə bunu eləmişdi Kəlbəcərin işğalına görə. Hələ baxmayaraq ki, Laçın işğal olunmuşdu, Şuşa işğal olunmuşdu, ora-bura işğal olunmuşdu, Türkiyə Ermənistanla sərhədi bağlamamışdı. Yalnız 93-cü ildə Kəlbəcər işğal ediləndə sərhədlər bağlandı. Və Azərbaycan da Ermənistanla sərhədlərini ona görə bağladı ki, o zaman Azərbaycan ərazilərinə qarşı iddiaları var. Yəni, amma indi Zəngəzur dəhlizini Azərbaycan əldə eləmiş olsa,
artıq məsələn heç bir ərazi münaqişə, toqquşmaya, hərbi əməliyyatlara ehtiyac olmadan artıq Ermənistanı blokadaya Azərbaycan ala biləcək. Sabahları əgər Ermənistan Zəngəzur dəhlizindən imtina edəsi olsun, orada bağlayası olsun. İkinci, başqa bir məsələ də Qərbi Azərbaycanlıların repatriasiyası məsələsidir. Bu da demək erməniləri çəkindirici faktor olacaqdır ki, əgər bu da gündəliyə daxil edilmiş olsa, sülh müqaviləsinin hansısa bir bəndinəmi və yaxud nəsə də bu hansısa bir formada bu məsələ dövlətlərarası münasibətlərdə gündəliyə otuzdurulması olsa, sabahları məsələn Paşinyan getdi, onun yerinə bir başqa qüvvə gəldi və yaxud da ki, heç burada Ermənistanda da hər hansısa bir, belə deyək də, hansısa qüvvə gəlib bu Qarabağ məsələsini gündəliyə gətirmədi. Ermənistan dövlətçiliyinin tarixi, dırnaqarası dövlətçiliyin tarixi həmişə başqalarının əlində maşa olmaqdan ibarət olur. Sabahları Qərb, məsələn, Rusiya onları yenidən təhrik eləməyə girişəndə ki, məsələn, başlayın Qarabağa qayıtmaq məsələsini gündəliyə gətirin. O zaman ermənilər buna müqavimət göstərə bilərlər ki, biz Qarabağ məsələsini gündəliyə gətirəsi olsaq, yenidən Qərbi Azərbaycan məsələsi, bunlar Qərbi Azərbaycan məsələsi gündəlikdədir və biz Ermənistanı itirə bilərik. Yəni Ermənistanın sabahları buna təhrik eləmək istəyən olsa da belə, Qərbi Azərbaycan faktoru onları çəkindirəcək biləcək bir faktor olmalıdır. Və nəhayət üçüncü məsələ, yəni sülhü daimi eləyə biləcək faktor Ermənistanın Azərbaycana ödəyə biləcəyi, demək bu müharibə ilə bağlı kompensasiya. Bu iqtisadi baxımdan Ermənistana hansısa bir formada ödətdirilməlidir ki, ermənilər yenidən hər hansısa bir revanşa girişmək təşəbbüsündə olsalar, bu ödədikləri kompensasiyanı ağıllarına gətirə bilsinlər ki, bu bizə bu qədər baxa-başa gəlirdi. Və yenidən biz buna girişmiyoruz. Bax, bu üç demək faktor Ermənistanla Azərbaycan arasındakı belə deyək, sülhü daimiləşdirə bilər. Hətta hakimiyyətlərə bağlı olmaya biləcək bir yəni sülhdən söhbət edir. Paşinyan getsə də, sabah yerinə revanşistlər gəlsə də, onlar da çəkinə bilərlər ki, ortalıqda bizim itirə biləcəyimiz demək, kartların hamısı Ermənistanın dövlətinə bağlı, yəni Ermənistan dövlətçiliyinə bağlıdır. Zəngəzur da, demək, Qərbi Azərbaycanlıların repatriasiyası da Ermənistan dövlətinin Azərbaycana ödəyəcəyi kompensasiyadır. Bunların hər üçü birbaşa Ermənistanın dövlətini təhdid edən bir faktordur. Amma bu birinci Qarabağ hərəkatı, yəni birinci müharibədə bunlar ona görə rahat başlaya bildilər ki, və bu saçana da Paşinyan bu baxımdan yəni rahatdır ki, Ermənistan heç bir şey itirməyibdir. Məsələn, bu 30 illik müharibəyə girməklə uzaqbaşı deyə bilərlər ki, Ermənistan blokadada qalıb, iqtisadi inkişafa nail olmayıb və s. və ilaxır belə şeylər deyə bilərlər. Amma o da böyük bir şey deyil. Yəni, olan bütün dağıntıların hamısı, zərərin hamısı, inkişafdan geri qalmanın hamısı Azərbaycana olur. Yəni, bütün bu müharibə, hərbi əməliyyatlar hamısı Azərbaycan ərazisində olur. Azərbaycan bu müharibədən qalib gələndən sonra Ermənistanın ərazi bütövlüyünü poza bilibdir, yox. Ermənistan ərazi itkisinə məruz qalıbdır, yox. Yəni 30 il Azərbaycana yaşadılan bu əzab, istirabların kompensasiyası kimi Ermənistan heç nə itirməyibdir. Deyə bilərlər ki, hə, o müharibədə itkilər, filanlar, onlar, o da axı, yəni ortalıqda olan bu mərcə qoyulmuş bu şey ki vardı, Qarabağ vardı. O ermənilər onun təhlilini də aparmışdılar ki, məsələn, oranın keçmiş baş naziri var. O deyir, onun bir yazısı var, məqaləsi var, mən onu saxlayıram bu məqalə. O, demək, müxtəlif iqtisadi göstəricilər üzrə təhlil aparmışdı. O deyir ki, biz Qarabağı əgər itirməsəydik, indən sonraki dövr üçün, yəni onun mənəvi dəyəri filanını deyir, qoyuruq qırağa, Qarabağ bizim 200 milyard dollar bizim üçün gəlir deməkdir Ermənistan üçün. Yəni Ermənistan üçün acından olan bir ölkə üçün onun Qarabağı 200 milyard dollara, yəni onun sərvətlərini filanını qiymətləndirmişdir. 30 il ərzində də Qarabağ onlarda demək işğal altında oldu. Oradan o əldə elədikləri dividendlərlə müqayisədə Qarabağ hərəkatı Ermənistan üçün heç bir itki olmur. Əksinə iqtisadi qazanc mənbəyi olur. Bu baxımdan bunlar bunu sərbəst şəkildə həyata keçirə biliblər. İndi bu məsələ bütün bu belə deyək də bu teatr səhnəsi Ermənistan ərazisinə keçməlidir ki, bunlar Qarabağ məsələsində yenidən qayıda bilməsinlər. Sülhü də daimi edə biləcək faktor bunlardır. Yoxsa o konstitusiya filan onu bu günləri dəyişə bilərlər. Sabahları partiyaların proqramlarına salacaqlar rahat şəkildə. Yenidən Azərbaycandan bu qat. Heç onu bu dəfə belə deyək. İndi təcrübəli rəsmi sənədlərə salmadan da bu prosesi demək davam etdirə bilərlər. Qarabağ məsələsini davam etdirir. Bu Azərbaycan üçün nəyi dəyişir? Qaldı ki, Paşinyanın məsələn deməyi ki var.
o deyir ki, məsələn, Qarabağ hərəkatı başlatmaq istəyənlər Erməni dövlətinin təhlükədir və s. və ilə axırda. Elə deyil. O zaman indi Ermənistanda qanuni vasitələrdir, diktatura vasitələrindən deyil. Məsələn, Qarabağ məsələsini gündəliyə gətirən Sərkisyanın partiyasını, Köçəryanın partiyasını qapatsın. Konstitusiya məhkəməsi qərar versin ki, bu partiyaların fəaliyyəti Ermənistanın ərazi bütövlüyünə, suverenliyinə və Ermənistanın müharibəyə cəlb edə biləcək bir faktordur, qapatsın. Onlara miting keçirməyə qadağan edir. Amma Qarabağ erməniləri görürsünüz nətərdir? Qarabağ erməniləri məsələn həftə 8 mən 9 Ermənistan İrəvanın mərkəzində mitinglərdə. İcazə verməsinlər onlar. Onların liderlərini özləri həbs eləsinlər. Və yaxud da ki, məsələn, indi başqa bir məsələ bu var ya ortalıqda. İndi bu Paşinyanı biz Azərbaycanda çox asanlıqla manipulyasiya edir. Azərbaycan cəmiyyətində özünün sülh göyərçini kimi təqdim edə bilir. İndi Bakıda bu həyata keçirilən məhkəmələr ki var, separatçıların məhkəmələri var. Ermənistan desin ki, Qarabağ məsələsində Ermənistanın məsuliyyəti var. Biz ora qoşun göndərmişik və bütün bu məhkəmələrin də hamısında çıxır ki, Azərbaycan ərazisində həyata keçirilən hərbi əməliyyatların hamısı Ermənistanın baş qərargahından idarə edilir. Aray Kargunyan bugün deyir ki, bizim oradakı müdafiə nazirliyi deyir, heç bir funksiyası zadı yox idi. Etiraflar eləyir də onlara işgəncə zad vermirlər ki, yox. Sərbəst şəkildə ifadələrdə deyir ki, bütün döyüş planları, əməliyyat planlarının hamısı Ermənistanın baş qərargahından razılaşdırılırdı, sonra ötürülürdü bizə də icra edirdilər və yaxud da ki, deyir, bəzən deyir, bizə onu ötürmürdülər, deyir. Özləri əməliyyatı icra edirdilər, bizə sonradan məlumat verilir. Aray Kartunyanın bugünkü mənim deyir ki, Gəncənin vurulmağı ilə bağlı deyir, onu Ermənistandan vurdular. Əmrdə, hər şeydə orada Ermənistandan gəldi. Ondan sonra mənə məlumat verildi, deyir, mən də çıxdım onu deyir, ictimaiyyətə bəyənirlər. Ermənistan bu müharibədə iştirak edib, indi də səhvini etiraf edib, desin ki, məsələn ki, o məhkəməsi gedən adamların hamısı məsuliyyət daşıyır. Məsuliyyətdən özünü atsın da, öz məsuliyyətinin üzərindən atsın, desin ki, o Bakıda keçirilən məhkəmə legitim məhkəmə. Amma görürsünüz, diplomatiya, bütün resursların hamısını sərf edib, bu Bakıda keçirilən məhkəmə onların hamısını geri almasıdır. Bu məhkəməni illegal elan edilir, bu məhkəməni qanunsuz elan edilir. Deyir ki, bu məhkəmə qanunsuzdur. Bunlardan imtina eləsin. Əgər sülh göyərçinisə, həqiqətən də Azərbaycanla bağlı sülhdə maraqlıdırsa. Xocalı soyqırımı. Mən bayaqlar 3 faktor sədaladım. Və orada əslində birini də əlavə etmək lazımdır. 4. Xocalı soyqırımına görə Ermənistan heç olmasa quru rəsmi bəyanat şəklində bunlar Azərbaycanın üzr hissəsində. Orada 90-dan çox, ya 110-dan çox uşaq qətlə yetirir. Şəkillər, videolar, hamısı bu saçıda görülmündədir. Qoca adamlar orada qətlə yetirir. 613 nəfər orada dinc sakin qətlə yetirir. Və həmin o qatillər, o qətilləri həyata keçirən adamlar bu günləri etiraf edir ki, falan dərənin başında gəldik, tutduq, orada bu boyda dinc əhalini qırdıq. O real ortalıqda olan bu qədər fakt var. Ermənistan quru şəkildə heç olmasa rəsmən Xocalı fevral ayının 26-sında bir dəfə bir bəyanat versin, desin ki, hə, ona görə biz üzr istəyirik. Bu bizim qara keçmişimiz. Hətta sülh müqaviləsinin özündə də bunu söyləmək lazımdır ki, sülh müqaviləsindən əlavə protokolları olur da, bütün sülh müqavilələri imzalananda, hətta sülh müqavilələrinin bəzilərində gizli sənədləri olur, gizli protokollar olur ki, bu hissələr ictimaiyyətə açıqlanmır. Gizli protokollarda məsələn Azərbaycandan üzr istəsin. Varmı bunların hamısı? Yox.